ki, her şeyde bir hikmeti var. Ama yani biz o hikmeti bilmiyoruz. O belki bize aydın olmasın. Hikmeti böyle söktürüyor. Əslində biz dəqiq olaraq bilirik ki, yəqin Allahın Subhanahu və Teala bütün əmr etdiyi şeylərin hamısında hikmət var. Bir məna var. Və bütün qadağan etdiyi şeylərin hamısında hikmət var, İbrahim. Rəbbimizin bütün əmrlərində və nəhy etdiyi şeylərin hamısında Emil hikmət var, şək yoxdur bunda. Biz bunu hardan bilirik? Allahın adlarından biri hansıdır? Əl-Həkim. İbrahim, diqqətlə qulaq asırsan. Əl-Həkim. Quranda bir çox yerdə Allah Təbaraka və Teala özünü bu isimlə adlandırıb. Özü də fikir versəz, bu isim adətən çox vaxt Əziz ismi ilə, Alim ismi ilə və Xabir ismi ilə yanaşı gəlib. Bircə. Nəyə dəlalət edir? Əlavə mənaya dəlalət edir. İki adın bir gəlməsi. Məsələn, İnnə rabbəkə həlimun alim. Fikir ver. İnnə rabbəkə həkimun alim. Sənin Rəbbin həkimdir və alimdir. Yəni, elə-belə həkim deyil, alimdir, biləndir. Bu isimdən sonra alim gəlməsi elə-belə deyil. Məna üzərinə mənadır. Yaxud məsələn, وَعْلَمْ أَنَّ اللّٰهَ عَزِيزٌ حَكِيمٌ. Əziz, həkim. Yaxud Vallahu alimun həkim. Bu isim, həkim ismi Allahın bu isimlərlə bir gəlir çox vaxt. Bu da məna üzərinə başqa bir mənadır. Əl-Muhim, Quran dəlalət edir ki, Emil, Allah həkimdir, Subhanahu və Teala. Buna yaxın adlardan biri də hansıdır? Əl-Həkəm. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, İnnəllaha huvəl həkəm. Allah həkəmdir. Bu məsələni bilmək üçün izah edirəm, Emil. Allahın Əl-Həkim ismi 3 mənaya dəlalət edir. Və bu mənaların üçü də Allah haqqında haqdır. Diqqətlə qulaq asırsınız. Əl-Həkim ismi neçə mənaya dəlalət edir? 3 mənaya. Üçü də Allah haqqında haqdır. Əl-Həkim birinci mənası. Bimə'nə əl-Həkim. Həkim, əl-Həkim mənasındadır. Mən ləhu əl-hukum. Hökm sahibi, hökm edən. İbrahim, həkim birinci mənası nədir? Hökm edən, hökm sahibi. Allahın hökmü 3 cürdür, Emil. 1. Hökm etməsi, yəni. Şəri hökmü, şəriətdə hökm etmir, Allaha aiddir. Dini hökm, şəri hökm, xasdır Allaha. Allahın şəriki yoxdur. Heç kim din, şəriət hökm edə bilməz, İbrahim. Yalnız Allah edir, Subhanahu və Teala. Şəriət onundur, təşri o edir. Burada Allahın şəriki yoxdur, xasdır. Hökm etmək, şəri hökm, xasdır Allaha. İkinci, nə deyirlər buna? Qədəri hökm, kavni hökm. İbrahim, İnnəllaha yəhkumu mə yurid. Allah nə istəyir, hökm edir. Qədəri hökm nədir? Bu aləm yoxdur. Allahdan başqa nə varsa aləmdə hamısı. Aləmdə axı. Allah Subhanahu və Teala öz yaratdıqlarında bu aləmdə istədiyini hökm edir. Buna deyirlər qədəri hökm. İbrahim, nə istəyir edir Allah? Onundur, düzdür? Hökm edir. Öldürür, dirildir, ruziləndirir, birinə rəhmət edir, birinə etmir, birinə əzab verir, birinə... Nə istəyir edir Allah? Hökm edir. Öz yaratdıqları məxluqatı arasında. Qədəri hökm.
İstəyir yağış yağdır, istəyir tufan eləyir, istəyir hökm edir. Hə? Buna deyirlər nə hökm? Qədəri hökm. İnnallaha yahkumu ma yurid. Fikir ver. Nə istəyir hökm edir. Bu hansıdır? Qədəri hökmdür. Bir də var, uxravi hökm Emil. Hə, axirətdə hökm. Fallahu yahkumu beynekum yevmel qiyamə. Allah Teala qiyamət günü sizin aranızda hökm edəcək. Axirətdə İbrahim qiyamətdə də hökm var axı. Hökm veriləcək. Kim verəcək? Allah. Hə Emil? Həkim olan Allah. Deməli, bu birinci mənası nədir həkim? Hökm sahibi. El-Hakim Emil. Mən ləhu el-hukum. Allah subhanahu wa ta'ala deyir, وَمَنْ أَحْسَنُ مِنَ اللّٰهِ حُكْمًا لِقَوْمٍ يُوقِنُونَ. Dəqiq, yəqin inananlar üçün Allahın hökmündən daha gözəl hökm kimin ola bilər? Bu hansını şamil edir Emil? Üçünü də. Üçünü də Emil. Yəni Allahın hökmündən gözəl hökm ola bilməz. İstər şəriətində, istər qədər hökm, istər uxravi hökm. Düzdür? Əl-Muhim. Birincisi mənası nədir? Əl-Hakim. İkincisi, Emil, Əl-Hakim dediyi neçə mənası var? Üçü də Allah haqqında haqdır. Əl-Hakim, sənə, Zul hikmə mənasındadır. Hikmət sahibi. Əl-Hakim, hikmət sahibi. Hikmət nə deməkdir? Hər şeyi layiqli öz yerinə qoyan. Allah hikmət sahibidir. Hikmətun bəliğətun. Hikmətun bəliğə. Allah subhanahu wa ta'ala hər şeyi layiqli öz yerinə qoyandır subhanahu wa ta'ala. Hikmət sahibidir. Bu, sən dediyin məsələni bilmək üçün hansı lazımdır bizə? Bu, Allah subhanahu wa ta'ala'nın şəriətində, dinində İbrahim, elə bir hökm, ona görə İmam İbn Qayyim rahimehullah İ'lamul Muvaqqi'in kitabında deyir ki, şəriətdə elə bir hökm yoxdur ki, orada hikmət və bir məna olmasın deyir. Bilən bilir, bilməyən bilmir deyir. Bilən bilir, bilməyən bilmir. Allah hikmət sahibidir. Şifaul Alil kitabında İbn Qayyim rahimehullah deyir ki, insan açıb Quranı baxsa, belə də deyir ki, Allah hikmət sahibidir bütün işlərində. Deyir, mindən çox yer tapar, deyir. Mindən çox Quranda yer taparsan ki, Allah hikmət sahibidir bütün etdiyi işlərdə. Allah Teala subhanahu ve teala hikmət sahibidir hər şeyində. Hər şey nə edirsə, zul hikmə. Niyə? Çünki həkimdir. Həkimdir, adıdır və sifətidir. Zul hikmə, hikmət sahibi. İkinci mənası nədir? Hikmət sahibi. Hər şeyi öz yerinə qoyandır subhanahu və teala. Ola bilməz ki, əbəs, Emil, əbəs nəsə olsun. Yəni Allah nəsə eləsin və orada məsləhət, xeyr, fayda olmasın və orada əbəslik olsun İbrahim, mənasız bir şey olsun. Allah edib, amma əbəsdir, hikmət yoxdur. Ola bilməz. Bu, yaraşmır Allaha. Ona görə sən Allahın dinində, İbrahim, şəriətində hikmətsiz heç nə tapa bilmərsən. Lakin nə problemdir orada? Sən bilə bilərsən, bilmə bilərsən. Vallahi bir çox insanlar, onlar Allahın əmrlərindən boyun qaçırtmalarına səbəb, onların Allahın əmrlərindən boyun qaçırtmalarına səbəb, yaxud haramlarından üz döndərməməyə, nəhy etdiyi şeyləri etməməyə səbəb o hikməti bilməmələridir. Bunu gətirirlər hüccət. Görmüş belə insanlar İbrahim? Çox demil indi. Deyirsən ki, məsələn, filan şeyi etmək olmaz, içmək olmaz, yemək olmaz. Məsələn, Allah qadağan edib. Niyə? Nədir hikmət? Mənası nədir? Bu, miskin, bədbəxt, Allahın bütün qadağan etdiyi şeylərin hikmətini bilmək istəyir.
Ona görə İmam İbn Qayyim deyir ki, Bay İbrahim diqqət et, elə bir şəriətdə hökm yoxdur ki, onun bir hikməti və mənası olmasın. Bilən bilir, bilməyən bilmir. Sən o aciz, qüsurlu, zəif əqlinlə İbrahim insansan. Xaliqin feillərində olan bütün hikməti, mənanı dərk edə bilmərsən, əhatə edə bilmərsən istəsən də. Amma dəqiq, yəqin olaraq bilirik ki, hikmətsiz heç nə etməyib, təşri etməyib Allah subhanahu və teala. Bütün təşri etdiyi şeylərdə hikmət var. Amma sən belə də bilərsən, bilməyəcək. Bəzi insanlar gəlir deyirsən ki, falan şeyi elə Allah əmr edib. Nədir orada hikmət? Soruşur səndən. Və sən də deyə bilməyəndə İbrahim, deyirsən ki, qardaş, nə edirsən? Elə də, deyir, yox, qardaş, bir mənası olmalıdır, yoxsa yox. Məna axtarır. 100% məna var. Çünki Allah tərəfindən də ona görə. Allah da həkimdir axı. Nədir? Zul hikmə. Hikmət sahibidir. Başa düşüldü bu? Bu çox önəmlidir. İkinci məna zul hikmə. Üçüncü məna əmin. Əl-həkim bimə'na əl-muhkim. Əl-muhkim minəl-itqan. İtqan sözündən. Allah həkimdir, yəni hər şeyi dəqiq, itqan. Rus dilində nə deyirlər? Çotqu deyirlər buna. Edəndir Allah subhanahu və teala. Minəl-ihkam, minəl-itqan. Dəqiq. Allahın itqanı muhkim olması, həkim. İki cürdür. Var şəriətində ihkam, şəriətində muhkimdir. Var qədər kownində, yaratdıqları şeydə. Allahın şəriətində Allah həkimdir. Hansı mənada? Əl-muhkim. Hər şeyi dəqiq, səliqəli, gözəl şəkildə hökm edib Allah subhanahu wa ta'ala. Yəni, sən onun şəriətində İbrahim bir naqislik, qüsur tapa bilmərsən vallahi. Sanki xırda şeylər belə öz yerinə oturur da. Hamısı oturur Emil. Hamısı dəqiqliklə oturur. Vallahi bir naqislik yoxdur. Çünki Allah həkimdir. Mənalarının biri də nədir? Əl-muhkim. Dəqiq edən, hökm edən. Yoxdur şəriətdə elə bir şey. Elə bir hökm İbrahim. Nəsə axtarıb eyb tapasan. Yoxdur. Çünki Allah əl-həkimdir. İkinci də qədər yaratdığı şeylərdə son dərəcədə, ən yüksək dərəcədə itqan sahibidir Allah subhanahu və teala. Onun yaratdığı şeylərə bax İbrahim. Nizama bax. Yerə göyə bax. Bugünə qədər yenə xırda şeylərə bax. Vallahi İbrahim, dünya yaranandan bəri, dünya yaranandan bəri bu günə qədər bu nizam yoxdur, gözəllik, kainat. Görürsən, gözü açıb. Ay, ulduzlar, günəş, zülmət, günəş, gündüz. Dünya yaranandan bu günə qədər eyni nizamla, eyni dəqiqliklə, saniyə olmur gec. Bu günə qədər davam edir. Bu günə qədər bu silsilə, gözəllik, itqan, dəqiqlik davam edir. Kim tərəfindən? Allah, həkim olan Allah, vallahi bir çox insanları heyrətdə qoyub, heyran qoyub. Bu gözəllik, bu dəqiqlik. Belə heç kimin hökm ola bilməz. Heç kimin vallahi. O bax, Emil, mən bir şey deyim. O dünyada olan insanların qoyduğu hökmlər var. Qanunlar, nizam. Bax, sənə bir neçə il bundan qabaq, 20-30 il bundan qabaq qoyulan qanunlar yoxdur. Köhnəlib. Yox. Köhnəlib İbrahim. Neynirlər? Dəyişirlər, təzəliyirlər, yeniliyirlər. Ki uyğun olsun. Qardaş, gülərlər indi adama. 50 il bundan qabaq yer üzündə qoyulan hər yerə uyğun hökmləri götürsən, indi tətbiq etsən, gülərlər sənə. Deyir, biz neynirdik o vaxt? Və belə dəyişirlər, köhnəlir. Dünya yaranandan bəri, İbrahim, yaranandan bəri, vallahi, heyrətdə saxlayıb səni bu nizam, bu hökm, bu dəqiqlik, bu itqan. Yoxdur bir dənə çepə. Necə deyirlər, qüsur yoxdur. Niyə? Çünki Allah tərəfindəndir. Əl-həkim, əl-muhkim olan Allah
Dəqiqlik sahibi, itqan sahibi olan Allah Subhanahu ve Teala o idarə edir ona görə. Sən onun yaratdığı şeylərdə heç qüsur tapa bilərsənmi? Yox. Yəni belə bir şey hələ də onun etdiyi qanun yoxdur, hökm. Hansı ki davam edir. Hələ də möcüzələr çıxardırlar. İbrahim, gecikmə yoxdur. Gecikmə yoxdur. Biri-birini ötmə, qarışıqlıq, dağınıq yoxdur vallahi. Bax ulduzlara, bax səmaya, bax aya, günəşə. Bu gedir, o gəlir. Bu nizam yoxdur. Dəqiqliklə davam edir hamısı. Bu hökm edən Allahdır Subhanahu ve Teala. Amma insanların hökmü köhnəlir. Təzəyə ehtiyac olur. Deyirlər, gəlin yığışaq, təzə bir şey fikirləşək. Bu yaramır indi. Əlverişli deyil. İndiki vaxtda, indiki insanlara. Amma Allahın hökmü belə deyil. Düz deyir Allah. وَمَنْ أَحْسَنُ مِنَ اللّٰهِ حُكْمًا لِقَوْمٍ يُوقِنُونَ İqan əhli. İqan əhli nədir burada? Dəqiq, emin, yəqin, inananlar üçün Allahın hökmündən gözəl kimin hökmü ola bilər? Heç kimin, qardaş. Allah Subhanahu ve Teala bütün hökmlərində, bütün hər şeydə hikmət sahibidir. Həkimdir Allah Subhanahu ve Teala. Ona görə biz deyirik ki, Emil, ola bilməz ki, Allahın dinində əbəs yerə, boş yerə nəsə olsun. Mənasız, məsləhətsiz nəsə olsun. Ola bilməz.